Təsəvvür edin ki, dünyanın ən güclü boksçusuyla eyni ringdəsiz, amma bu boksçu cəmi 15 sm uzunluğundadır. Üzərində göy qurşağının bütün rənglərini daşıyır və yumruğu bir tapanca gülləsi qədər sürətlidir. Xeyr, bu hansısa elmi fantastik film senarisi deyil. Bugün mən sizi planetimizin ən qəribə, ən aqressiv və bəlkə də ən qüsursuz qatillərinin biri ilə tanış edəcəm. Mantis xərçəngi. Zahiri görünüşünə aldanmayın, rəngarəng qabığına görə onu sualtı aləmin xəyal məhsulu və ya sevimli oyuncağı zənn edə bilərsiniz, amma elmdə yazılmamış belə bir qayda var. Təbiətdə bir canlı nə qədər rəngarəng və diqqət çəkəndirsə, ondan bir o qədər uzaq durmaq lazımdır. Elə həmçinin də bu balaca boksçudan. Sanki təbiət bu canlını yaradarkən bütün imkanlarını gücə, sürətə və rəngə verib, sülh və sakitçilik iləsə bu canlının heç arası yoxdur. O sadəcə bir xərçəng deyil, o sualtı aləmin kütləvi qırğın silahıdır. Onların 400-dən çox növü var və okeanın sıx tropik sularında, əsasən də mərcan riflərində yaşayırlar. Bəziləri ovlarını nizə kimi saplayaraq ovlayan saplayıcılar, bəziləri isə sümükləri, qabıqları əzib keçən əzicilərdir. Bizim bugünkü qəhrəmanımız isə məhz o sındıran, əzəm, məhv edən növüdür. Bəziləri ona dənizlərin təlxəyi deyir, amma inanın mənə, onun etdiyi zarafatların sonu həmişə kiminsə parça-parça olmasıyla bitir. Gəlin baxaq. Dünyanın ağır çəki çempionu Mike Tyson'ın karyerasının zirvəsində vurduğu ən ağır yumruğun gücü təxminən 11.500 ilə 12.000 Newton arası hesablanır. Enerji qarşılığı təxminən 1600 Joule enerjiyə bərabərdir. Yəni Tyson'ın bir yumruğu sizə saatda 15-20 km sürətlə hərəkət edən bir avtomobilin çırpılmasına və ya yaxın məsafədən ov tüfəngindən açılan atəşin bədənə verdiyi kinetik şoka bərabərdir. Amma cəmi 10-15 sm boyu və təxminən 50-100 qram çəkisi olan mantis xərçənginin tək bir yumruğunun gücü düz 1500 Newtona çatır. O bu güclə özündən qat-qat böyük canlıların qalın qabıqlarını tək bir vuruşla pürə halına gətirir. Əgər gücü bədən çəkisinə bölsək, Mantis Tyson'u tam mənası ilə kosmik fərqlə geridə qoyur. Mike Tyson öz bədən çəkisindən təxminən 10-12 dəfə daha çox güc çıxarda bildiyi halda, Mantis xərçəngi öz çəkisindən 15.000 dəfə daha çox güc istehsal edir. Bu yumruq məsələsinə birazdan qayıdıb daha ətraflı danışacağıq. Gəlin əvvəlcə onun bütün dünyanı necə gördüyünə, bu ildırım sürətli yumruqların necə hədəfdən yayılmadığına baxaq. İnsan gözü mükəmməl görə bilər, amma biz yalnız 3 əsas rəngi qəbul edən reseptorlara, qırmızı, yaşıl və mavi rəng konuslarına sahibik. Bütün gördüyümüz bu rənglər bu 3 rəngin qarışığından ibarətdir. İtlərdə bu rəqəm 2, kəpənəklərdə isə 5-dir. Bəs mantis xərçəngində? Düz 16. Bəli, 16 fərqli rəng reseptoru. Biz göy qurşağında sadəcə 7 rəng görürük. Amma mantis xərçəngi üçün göy qurşağı o qədər zəngin və mürəkkəbdir ki, ehtimal ki, onlar göy qurşağının nəinki rənglərini görür, hətta onun dadını belə hiss edirlər. Zarafat bir kənara, təsəvvür edə bilməyəcəyiniz rəngləri bilməklə yanaşı, onlar qütbləşmiş işığı, ultrabənövşəyi şüaları və hətta dairəvi qütbləşmiş işığı görə bilən yeganə canlılardır. Əgər mantis xərçəngi suyun altında xərçəng xəstəsi olan bir insanı görərsə, o dərhal xərçəngin həmin insanın hansı nahiyəsində olduğunu görə bilir. Onların gözləri bir-birindən tamamilə müstəqil şəkildə hərəkət edir. Yəni bir gözü ilə ovunu izləyərkən, digər gözü ilə arxadan gələn hər hansısa bir təhlükəni skan edə bilir. Bu cür görmə qabiliyyəti sayəsində mantis xərçəngi ovundan yayınma və ya hədəfi qaçırma ehtimalı demək olar ki, sıfıra bərabərdir. İndi isə gəlin onun super gücü olan yumruq məsələsinə qayıdaq. Elm adamlarını əsrlərdə heyrətə salan əsas qabiliyyəti onun gözləri deyil, qollarıdır. Mantis xərçənginin bu növü dənizin dibindəki smashers, yəni əzicilər sinifinə aiddir. Onun ön qollarında Dactyl Club adlanan gürzə bənzər xüsusi sümük çıxıntıları var. Bir ovu görəndə onun qolları yay kimi gərilir və saniyənin 1/1000 qədər qısa vaxtda irəli atılır. Bu hərəkət sürəti saatda düz 80 kilometrdir, yəni 22 kalibrli bir tapancadan çıxan güllənin sürətinə bərabər. Fikir verin, havada yumruq atmaq asandır, amma bu sürət havanın müqavimətindən dəfələrlə sıx olan hərəkəti məhdudlaşdıran suyun içində baş verir.
O qədər sürətli zərbə endirir ki, onun yumruğu qarşısındakı suyu anidən yarır. Su bu dəhşətli sürətdən qaçmağa imkan tapmır və zərbənin ətrafında vakuum, yəni içi boş qabarcıqlar yaranır. Elmdə buna kavitasiya qabarcıqları deyilir. Bu qabarcıqlar yaranandan saniyənin 1/1000 qədər sonra dəhşətli bir təzyiqlə partlayır. Təbiətin ən absurd və ən inanılmaz hadisələrindən biri də məhz bu an reallaşır. Bu partlayış anında suyun temperaturu qısa müddət də olsa günəşin səthi qədər, bəli, düz eşitdiniz, təxminən 4400 dərəcə Selsi qədər isinir. Yəni ov, məsələn qalın qabıqlı bir ilbiz və ya hansıca canlı mantisin ilk yumruğundan qaçmağa bacarsa belə, ki bu mümkün deyil, arxasıncan gələn bu kavitasiya qabarcıqlarının partlayışı yaratdığı bu dəhşətli istilik və şok dalğası onu dərhal nokaut edir. Bir növ bu xərçəng düşmənini sadəcə döymür, həm də suda canlı-canlı qaynadır. Yaxşı, əsas suala gələk. Əgər belə bir canlını akvariumda saxlamaq qərarına gəlsəniz və ya okeanda dalğıc olarkən nə şirin canlıdır deyib ona barmağınızı uzatsanız nə olardı? Ümumiyyətlə, mantis insana yumruq vursa nə baş verər? Əvvəla qeyd edim ki, akvarium sevdalıları onu çox yaxşı tanıyır, amma heç kim standart şüşədən hazırlanmış ev akvariumunda onu saxlamaq istəmir. Çünki bu canlının cəmi bir yumruğu standart akvarium şüşəni asanlıqla parça-parça edə bilir. Əgər onu mütləq saxlamaq istəyirsinizsə, güllə keçirməz qalın və xüsusi akril şüşələrindən istifadə etməlisiniz. Mantis xərçənginin qeyri-rəsmi ləqəbi ingiliscə bone crusher, yəni sümük sındırandır. Balıqçıların torlarına düşən bu heyvanı təmizləyərkən dəfələrlə bu aqressiv hücumun qurbanı olublar. Əgər 15-20 santimetrlik bir mantis sizə bütün gücü ilə yumruq atarsa, bu zərbə ola bilsin ki, dərdinizi qılınc kimi kəsib keçməyəcək, amma etdiyi şey qat-qat daha dəhşətlidir. Siz zərbə anında əvvəlcə nə baş verdiyini anlamayacaqsınız. Çünki zərbə o qədər sürətlidir ki, sinir sisteminiz acını və toxunuşu beyninizi ötürməyə belə gecikəcək. Bir neçə saniyə sonra isə zərbənin dəydiyi yerdən, məsələn yanağınızdan yandırıcı bir şok dalğası hiss edəcəksiniz. Mantisin yumruğu sümüyünüzə birbaşa təmas etdikdə çox ağır küt travma yaradır. Bu güc o qədər cəmləşmiş və itidir ki, insan sümüklərini tamamilə parça-parça edə bilər. Sanki kimsə üzünüzə ağır bir çəkizlə vurub. Dəriniz bütöv qalsa belə, altındakı bütün yumşaq toxumalar, qan damarları və sümük tamamilə əzilmiş, pürə halına gəlmiş olur. Şiddətli daxili qanama, inanılmaz ağrı və bərpa olunması aylar çəkən qırıq sümüklər. Bax bu kiçik rəngarəng sualtı qladiatorun sizinlə oynamağa çalışarkən verə biləcəyi kiçik bir hədiyyədir. Qısacası istəyirsiniz buna təbiətin gücü deyin, istəyirsiniz yaradıcının qüdrəti. Amma bu canlının yaradılışı mükəmməldir. Okeanda qarşınıza çıxan hər rəngarəng canlıya barmağınızı uzatmayın. Bu mantis xərçəngi ola bilər. Özünüzə yaxşı baxın. Hələlik.